vətənimizin güneyində hər halda sizin fiziki olaraq Bakıda ola bilərsiniz, Amerika Birləşmiş Ştatlarında ola bilərsiniz, amma ruhən hamınız Təbrizdəsiniz, vətənin güneyindəsiniz. Bugün Urmu gölü quruyur. Urmu gölü ilə bağlı haray hər kəsin, hər yerdə varıqsa o bizim təkcə təbiətimizin, ekologiyamızın pozulması deyil, həm də bizim milli qürurumuzun sındırılmasına yönəlib və sistemli şəkildə bu işi görürlər. Və düşünürəm ki, Urmu gölü ilə nəfəs alırsınız. Urmu ilə, Mərənlə, Ərdəbillə, deməli, Marağı ilə nəfəs alırsınız. Fərq etmir. Yəni, vətənin hər güşəsi bizim üçün əzizdir. Bax, bugün vətənimizin güneyində musiqinin durumu necədir? Siyasi proseslərlə yanaşı, paralel olaraq mədəni proseslər necə gedir? İstəyərdim son durumu da sizin dilinizdən eşidək. Bu gün mən 28 ildir belə deyim ki, Təbrizdən uzağam, ancaq tanıdığınız, bildiyiniz... Getməmişsiniz 28 ildir, bəli. Mən getməmişəm, buna görə deyil ki, istəməmişəm gedəm. Təbii ki. Getsəm orada problem yaranır. Mən də 13 ildir getmək istəyirəm, amma gedə bilmirəm. Gedə bilmədim, mənə dedilər, sən gəlmə, gəlsən burada bir ayrı problem yaranar, ölü yaddan çıxarır, düşərlərsən. Ancaq bu internetin vasitəsi ilə uzaqdan uzağa olsa, burada da dostlarımız oturublar, olan vasitəsilə mən bilirəm ki, bizim musiqimiz, bugünkü musiqimiz Təbrizdə, ya Güney Azərbaycanda, hətta belə deyim, Tehranda və Tehrandan başqa türk oturan şəhərlərdə 35 il ya 40 il buna qabaq, əgər istəsək biz bunları müqayisə eləyək, çox gözəl bir durumdadır. Yəni bizim dediyim kimi, hətta Quzey Azərbaycanın müstəqil olması, burada güneydən gəlib öyrəncilərin burada öyrənməsi, İstər vokal olsun, istər opera olsun, istər başqa oxumaqda janrlar, ya instrumental olsun və sonradan qayıdıb Təbrizdə, ya Ərdəbildə, ya Zəncanda, Urmuda bunların müəllimçilik etməsi, hətta rəqs belə deyim, gəlib burada koreografi öyrənib və sonra gedib güneydə bunların öyrədilməsi uzun illər səbəb olubdur ki, indi bizim bu günlərlə Təbriz, istər Ərdəbil, ya Urmu, ya Zəncan, ya Tehranda çox gözəl musiqiçilər yetişdirilibdir. Yəni, sənət baxımından doğrudur. Bakı bizim, demək olar, musiqimizin anasıdır. Biz bunu dana bilmərik. Əlbəttə. Və Üzeyir bəy Hacıbəylinin uzun illər bundan qabaq, 100 ilə yaxın bundan qabaq qoyduğu o musiqi təməldaşın biz hələ də ki, hələdir, burada onu sevirik, onun əsasında irəli gedirik. Güneydə də çox quzeydən təsir alaraq burada gəlib öyrənib, sonra güneydə müəllimçilik etdikləri üçün bizim musiqimiz hər baxımından çox irəliləyibdir, çox yaxşılaşıbdır. Bizim orada elə öyrəncilərimiz, elə gözəl musiqiçilərimiz yetişibdir ki, bəlkə elə mən deyə bilərəm ki, Bakı səviyyəsində bir muzikant olublar. Siyasət məsələsində də ki, bilirsiniz, bizim güneydə bu Urmu gölünün qurudulması və təkcə Urmu gölü deyil, bizim orada Güney Azərbaycanda mis, qızıl yataqları var, mədənlər var. Sözün qüvvəti, mən 2012-ci il avqustda Bərzəqanda hərdə zəlzələ olanda oradaydım. Bəli. Orada o mis, qızıl, gümüş mədənlərinin üstündə yaşayanların həyat tərzinə baxdım, dəhşətə gəldi. Bəli. Yəni, o evlər, palçıq evlər dərhal dağılmışdı. Yəni, bizim yerin altı da bizim üçün yaradan, hər şərait yaradan. Digər ki, diskriminasiya, onları millətə qarşı ikili siyasət imkan vermir ki, onları millət özü faydalasın. Buyurun. Doğrudur. Bu, mən həmişə burada bəzi dostlara deyirəm. Deyirəm ki, əgər istəsən biləsən müstəqilliyinin gələcəyi necə ola bilər və onun məzayası nədir, gözəl yönlər nədir? Bax ki, Quzey Azərbaycana. Bəli. Mən 93-də bura gəldiyimdə Bakı, siz burada yaşamısınız, bilirsiniz, məndən də yaxşı. Bakının o durumu hara, təkcə Bakı deyil, bizim yollarımızın, ayrı şəhərlərimizin, rayonlarımızın o durumu hara, bugünkü durumu hara. Bizim indi güneydə bizim qızıl yataqlarımız var, oraları tanıyırlar. Ancaq o toprağın üstündə yaşayan insanlara o qızıldan gələn bir gəlirin onda birini vermirlər. %1'ini vermirlər ki, orada yerli adamlar da özləri üçün bir yaxşı həyat qura bilsinlər. Hələ o bəs deyil, orada bilirsiniz ki, bunları prosesəndə, yəni istər mis olsun, istər qız olsun, çoxlu o səmmi olan materiallar, zəhərli materiallar. Onları da buraxırlar bu cür təbiətə və yerli adamlar hətta Araz çayının içinə qədər o
zəhərli suları buraxırlar ki, orada yerli adamlar zəhərlənsinlər və oradan köçsünlər. Urmu gölünün quruması minlərcə insanlar kanser tutublar, ciyər kanseri. Çünki o toz şu vardı, duz tozlarına. Onlar səbəb olur ki, insanlar o duz gedib ciyərlərində otursun. Həm ekosistem məhv olur, həm insanlar məhv olur, həm də o coğrafiyanı sanki bunlar insansız, türk insansız qoymaq istəyirlər. Eyni siyasət ki, Ruslar aparmışlar Oral gölündə, bilirsiniz. Aral gölü, bəli. Aral gölü, Oral. Orada aynı siyasəti də elə... Çox təəssüflər olsun. Bəli, Molla rejimi aparır.